Gəncədə 1896-cı ilin yazında xəstəliyimlə əlaqədar Gəncəyə gəlib burada məskunlaşmalı oldum. Həmin vaxtlarda Gəncədə istədiyim qədər xanlar, bəylər, nüfuzlu ruhanilər, dövlətli hacılar vardı. Bunlar kasıb uşaqlarının deyil, öz uşaqlarının belə qeydinə qalmamışdılar. Şəhərdə qız-oğlan gimnaziyaları, şəhər məktəbləri vardı. Ancaq bu məktəblərdə türk balaları yox dərəcəsində idi. Bu böyük şəhərdə türklər içində mühəndis, aqronom, pedaqoq barmaqla göstəriləcək qədər az idi. Daha əvvəl qaldığım Şəki Hacı Əfəndi ocağı olduğu kimi burada Məşədi, Kərbəlayı Axund qaynağı idi. Sevindirici hal idi ki, 1829-cu il nizamnaməsinə əsasən 19-cu əsrin 30-cu illərində Şəkidə artıq dünyəvi təhsil verən ibtidai məktəblərin təməli qoyuldu. Gəncə çayının üzərindən keçən körpünün o biri tayındakı məhəllədə xristianlar yaşayırdı və burada gimnaziyalar, şəhər məktəbləri, klublar, teatrlar, mədəni təşkilatlar, xeyriyyə cəmiyyətləri, işıqlı geniş küçələr, yeniliklər, yəni ki, var idi. Yəni nə bilim, yəqin özümüz davam edəcəyik. Bu tərəfdəki türk məhəllələrində dustaqxanalar, burada təzad var. 4-cü abzasla 5-ci abzas bir-birinə təzad təşkil edir uşaqlar. 4-cü abzasda deyir bir tərəf elə bil inkişaf eləyib. Məktəbi zadı var. Bir tərəfdə isə dustaqxana zad var. Yəni oğru zad çoxdur da. Türk məhəllələrdə dustaqxana var. Rus məhəllələrdə, xristian məhəllələrdə məktəb zad var. Həmişə əslində belə olub. Bütün tarix boyu yəni Azərbaycanda təhsilə zada önəm verilməyib. Bunun da əsas səbəbkarı iki üzlü mollalar olub. Yəni əlbəttə ki, din burada əsas problem deyil. Problem olan din təhrif eləyərək insanlara yanlış məlumat verənlər olub. Hansı ki, qız balaları məktəbə getməsinlər, nə bilim, oxumasınlar. Onun nəyinə lazımdır oxumaq zad düşünüblər, heç oğlanlarını da oxutmayıblar, elə fəhləli zad. Ona görə də işsizliyin də nəticəsində nə yaranır? Cinayət yəni. Ona görə də belə olub. Burada cəmaatın başları elmi arxa çevirən, bax gözsüz ruhani ətəklərinə doğru əyilir, böyük bir kütlənin mənliyi yerlərə sərilirdi. Cavan qoca oxumuş oxumamış hamı öz yaşayış və səadət istəyini yalnız ruhanilərdən diləyib. Gəncədə Məhəmməd adlı İstanbuldan gəlmiş cavan bir müəllimlə mən tanış oldum. Bu gənc maarifpərvərin yardımı ilə açılmış Cümə məscidi məktəbi müəllimliyinə təyin olundu. Məhəmməd bəyin sayəsində məktəb qısa zamanda böyüyüb tanındı. Məhəmməd bəy məktəbi ruhani xidmətindən qurtarıb zamanəyə uyğun bir milli məktəb halına gətirməyə çalışırdı. Gəncə türklərinin yeganə maarif müəssisəsi bu məktəb idi. Buna görə əlimizdən gələni eləyir, bu qaranlıq mühitdə kiçik də olsa bir işıq yandırmağa çalışırdıq. Daha əvvəl Şəkidə olduğu kimi şəriət dərsləri ilə yanaşı coğrafiya, tarix, dil və sair dərsləri tədris edir, dünyəvi fənlərə ayrılmış dərs saatlarının miqdarını artırmağa çalışır, şagirdləri düşündürməyə yönələn tapşırıqlar verirdik. Dünyəviləşmə dini norma və dəyərləri yerinə rasional, ağla və təcrübəyə səsi bağlı inşallah. Bağladım. Deməli, burada uşaqlar bu arada üslubu cəhətdən uyğunsuzluq təşkil edən cümlə gördüm. Deyir, dünyəviləşmənin tərifini verir burada. Bax, bunu altın xətt deməz, çünki 100% bunu sual verəcək. Dünyəviləşmə dini norma və dəyərlərin yerinə rasional, ağla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Çox keçmədi ki, məktəb gözəl quruluş və tədris sayəsində bir çox gənc müəllimlər, yazıçılar yetişdirdi. Azərbaycan türk ədəbiyyatı üfüqünə yeni və parlayan işıq salan Abdullah Sur kimi ulduzlar ortaya çıxardı. İnanırdıq ki, bizim yetişdirdiyimiz ulduzlar bir gün Gəncəni daha parlaq işıqlara qərq edəcək. 311-ci suala baxırıq. Gəncə və Şəki məktəbini müqayisə edirik. Deyir, məktəblərdə yalnız dünyəvi fənlər tədris olunmurdu. Baxın, deməli, Şəki və Gəncə. Bu
Yol vermiş səhvlərdir. Məktəblərdə yalnız dünyəvi fənlər tədris olunmurdu. Daha əvvəl qaldığım Şəki Hacı Əfəndi ocağı olduğu kimi burada Məşədi Kərbəlayı Axund qaynağı idi. Gəncədə məsələn gimnaziya, şəhər məktəbi, klublar, teatr, mədəni təşkil, xeyriyyə cəmiyyətləri, geniş küçələr, yeniliklər vardı. Düzdürmü? Burada da amma eyni zamanda pir ocağı, mədrəsələr var idi. Deməli, Şəkidə də var. Bax, yazıb ki, Şəkidə yazıb Əfəndi ocağı olduğu kimi burada da Məşədi Kərbəlayı Axund qaynağı idi. Yəni 19-cu əsrin 30-cu illərində Şəkidə artıq dünyəvi təhsil verən ibtidai məktəblərin təməli qoyuldu. Yəni təkcə Gəncədə deyil, eyni zamanda Şəkidə də dünyəvi məktəbin təməli qoyulmuş. Deməli, biri hara yazmalıyam? Ortaya yazmalıyam. Biri ortaya yazmalıyam. Müxtəlif dinlərə etiqad göstərənlərdə yaşayıb. Gəncədədir. Uşaq, bu doğru fikirdir. Çünki baxın, Gəncənin bir tərəfində xristianlar var, bir tərəfində isə mollalar var. Molla İslamın göstəricisidir əlbəttə ki, xristianı da bilirsiniz də. Deməli, Gəncə üçün bu fikir doğrudur ki. Üçdə deyir, 19-cu əsrdə gimnaziya fəaliyyət göstərib. Uşaqlar, gimnaziya 19-cu əsrdə fəaliyyət göstərməsi, gimnaziyanın adını sırf harda görürük biz? Gimnaziyanı. Gəncədə görürük. Baxın, 4-cü abzasda. Gimnaziya ancaq hardadır? Gəncədə. Deməli, 3-ü hara yazmalıyam? Gəncəyə. 1 ilə yerini dəyişəcəm. Elə bil 1 həm Gəncəyə, həm Şəkiyə aiddir. 3 var, 19-cu əsrdə gimnaziya fəaliyyət göstərib. Gimnaziya sadəcə Gəncəyə aiddir. Ona görə 1 ilə yerini dəyişəcək, rahatdır cavab. Şagirdlərin gözlərini açmağa çalışırdılar. Hər ikisində, çünki istər-istəməz Şəkidə də dünyəvi məktəblər var, Gəncədə də gimnaziyalar var, deməli düzdür. Şəkidə dünyəvi təhsilə keçid daha erkən baş verdi. Bəli, 19-cu əsrin 30-cu illərində artıq var idi. Ona görə cavab olur C. Keçdim 312-ci suala. Deyir, uyğun fikirləri seçin. Bir nəfər ictimai mühitə müsbət təsir edə bilir. Bəli, məsələn, Məhəmməd adlı İstanbuldan gəlmiş cavan bir müəllim təsir edə bildi. Doğrudur. Ruhanilərə ümid mənbəyi kimi baxılıb. Bu dövrdə bəli, çünki deyir xurafat, pir ocaqları istədiyini qədər köhnəlik, qaranlıq. Burada cəmaatın elmi arxa çevirən ruhanilərin ətəklərinə doğru əyilir, böyük bir kütlənin mənliyi yerlərə sərilirdi. Cavan, qoca, oxumuş, oxumamış hamı öz yaşayış və səadət istəyini yalnız ruhanilərdən diləyirdilər. Deməli, 2 də doğrudur. 1-2 doğrudursa və doğruya yazılması doğrudursa, cavab artıq Y variantıdır, bəllidir. Deyir, dini mənsubiyyətə görə təzyiq müşahidə olunur. Təzyiq olsaydı, Gəncənin bir qismi xristiyan olanda, bir qismi İslama sitayiş eləməzdi, yəni müsəlman olmazdı. Bu yanlışdır və yanlışın yanlış yazılması doğrudur. Ona görə 1-2-3. Fanatizm geniş yayılmışdı, doğrudur. Bir şey ki, oxumuş, oxumamış hamı ruhaniyə inanırdısa, deməli fanatizm geniş yayılıb. Müəyyən vaxtlar Gəncədə milli kadrlar çox az olub. Bəli, müəllim tapılmırdı, doğrudur. Ancaq yanlışa yazılması yanlışdır. Yəni 4 ilə 5. Ona görə 1-2-3. Gəldim, çıxdım 313-cü suala. Deyir, mətndə altından xətt çəkilmiş hissə haqqında yanlış fikirləri müəyyən edin. Altından xətt çəkilmiş hissə 5-ci abzasdadır. Deməli, bura, bu hissə. Deyir, məcazdan istifadə olunmuşdur. Orada bəli, deyir ki, ruhanilər ətəklərini doğru əyilir, böyük bir kütlənin mənliyi yerə sərilirdi. Mənlik yerə sərilə bilərmi? Metafor var burada. Bir düzdür, səhvləri istəyir. 2 də düzdür, nəsr dilindədir, çünki cümlələr şəklində yazılıb. Siz elə 1-2-ni atsanız, 3-5 cavab hazırdır. Mətnin üslubuna xələl gətirən deyir ifadə var. Mətnimiz bədii üslubdadır, burada da bədii üslubdadır, xələl heç nə gətirmir. Təzaddan istifadə olunmuşdur, düzdür. Məsələn, cavan, qoca, bir-birinə ziddir, oxumuş, oxumamış, düzdür, təzad var. Bədii xitabdan istifadə olunub.
Heç kimə müraciət yoxdur deyə xitab da yoxdur. 3-5. 314. 6-cı və 9-cu abzaslarda tünd qara hərflərlə verilmiş cümlələrin üslubi xüsusiyyətləri əsasında müəyyən edin. Yaxşı eləyirik. Gəncədə Məhəmməd adlı İstanbuldan gəlmiş bir cavan müəllimlə mən tanış oldum. İnanırdıq ki, bizim yetişdirdiyimiz ulduzlar bir gün Gəncəni daha parlaq işıqlara qərq edəcək. 6-cı abzasdakı cümlə konkret normal cümlədir, yəni publisistik üslubda olan cümlədir, məcazi yoxdur. 9-cu abzas isə bədii üsluba aid bir cümlədir, çünki məcaziliyi var. Deyir, anlaşıqlı 6-cı abzasdakı cümləyə aid yanlış fikirlər. Anlaşıqlı hamının başa düşə biləcəyi dildədir. Sən 6-cı cümlədə verilmiş bu qara cümləni zaten başa düşürsən də, bu fikir doğrudur. Deyir, indi isə yol verilməyib, verilib uşaqlar. Gəncədə Məhəmməd adlı İstanbuldan gəlmiş cavan bir müəllimlə mən tanış oldum yox. Mən Gəncədə Məhəmməd adlı İstanbuldan gəlmiş cavan bir müəllimlə tanış oldum olmalıydı. Yəni mübtəda cümlənin əvvəlinə keçməli idi. İndi isə yol verilib. Burada verilməyib yazıb deyə yanlışdır. Poetizmdən istifadə olunub. Poetizm məcazi deməkdir. Axı burada poetizm yoxdur. Yanlışdır. Keçdim 9-cu abzasa. Deyir, yalnız informativ funksiya daşıyan sözlərdən ibarətdir. Uşaqlar, deyir, bizim yetişdirdiyimiz ulduzlar, ulduzu yetişdirə bilmərik. Deməli, məcazi də var burada. Yəni, təkcə informativ deyil də, poetik də var. Bu fikir yanlışdır. Qarşısında işarə qoyulmuş ifadə poetik funksiya daşıyır. Bəli, yetişdirdiyimiz ulduzlar doğrudur. Poetik funksiya daşıyır. İndi məndən nə istəyir? Deyir ki, 6-cı abzasla bağlı yanlış. 6-cı abzasla bağlı yanlışım nədir? 2 ilə 3. 9-cu abzasla bağlı doğru 5. Cavab olur 2, 3, 5 B variantı. (315) Mətnin ideyası baxımından klasteri tamamlaya bilməyən fikirlər müəyyən edin. Bilməyən. Deməli, böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etmək xeyr. Böyük məqsədlərə çata bilmək üçün kiçik məqsədlər qoymaq lazımdır. Bu deyir, imtina eləmək lazımdır. Bir səhvdir. Təhsil ona həvəslə yanaşanların əməyində faydalı olur. Bəli, o Məhəmməd müəllim və birinci şəxs var, deyir, mən deyir, məktəbə təyin olundum, ulduzlar yetişdirəcək filan. Bu aiddir. Məqsəd aydın, xoşniyyətli olanda nəticəsi də uğurlu olur. Bu da düzdür. 2 nəfər eyni işi görəndə müxtəlif nəticələr alınır. Bu səhvdir, mətnə aid deyil. Çünki orada Məhəmməd də, mətni nəql edən şəxs də hər ikisi eyni işi görür, müəllimlik və gələcəkdə də eyni nəticəni alacaqlar, yəni müsbət nəticə alacaqlar. 1 ilə 4 klasteri tamamlaya bilməz. D variantı. 316-cı suala baxırıq. Deyir ki, mətnə əsasən 8-ci abzas əsasən sxemi tamamlayın deyir. Müddəa fakt yazmalıyıq uşaqlar. 8-ci abzas üçün buna görə 8-i getməliyik geri. Deyir ki, Gəncə türklərinin yeganə maarif müəssisəsi bu məktəb idi. Buna görə əlimizdən gələni edir, bu qaranlıq mühitdə kiçik də olsa bir işıq yandırmağa çalışırdıq. Daha əvvəl şəkildə olduğu kimi şəriət dərsləri ilə yanaşı coğrafiya, tarix, dil və sair dərsləri tədris edilir. Dünyəvi fənlərə ayrılmış dərs saatlarının miqdarını artırmağa çalışır, şagirdləri düşündürməyə yönəldən suallar, tapşırıqlar verirdik. Bu axırıncı cümlədə dedi ki, üslub xətası yaradır. Məsələn, müddəa olaraq belə yaza bilərik ki, mən buradan bir ağ lövhə açıram. Ağ kvadrat. Və yazıram. Müddəaya yaza bilərsiniz ki, deməli, məktəbdə dini dərslərlə yanaşı, yəni yaza bilərik, dini ya da şəriət fərqi yoxdur. Dini dərslərlə yanaşı, dünyəvi dərslərdə tədris olunur. Dünyəvi fənlər də tədris olunur. Bu sənin olur müddan.
Faktın nə olacaq? Tarix, dil, coğrafiya zad var. Bax onları yazacaqsınız. Faktda da yazacaqsınız ki, deməli, tarix, coğrafiya, dil kimi fənlər tədris olunur. Tədris olunur. Elə bil burada müddəada yazdım ki, dünyəvi fənlər tədris olunur. Faktda dünyəvi fənləri açdım. Dünyəvi fənlərim hansıdır? Tarix, coğrafiya, dil. Bunları da götürsən, fakta yazsan, qutardı. $317. Çörəyi ver çörəkçi, birin də üstəlik deyimli mətndə kimə aid olduğunu müəyyən edin. Fikrinizi mətn əsasında ən azı 2 nümunə yazmaqla əsaslandırın. 2 nümunə deyəndə, yəni ən azı 2 dənə. Çörəyi ver çörəkçi, birin də üstəlik. Buna axı hər ikisini aid eləmək olar. Həm mətni danışan şəxsə, həm də Məhəmməd bəy. Belə hallar olur uşaqlar. Hər ikisinə də aid edilir burada. Əsaslandırmanı da yazırsınız ki, hər ikisinə aid eləmək olar. Həm mətni danışan şəxsə, həm də Məhəmməd müəllim. Ona görə ki, Gəncədə Məhəmməd müəllim bu tanış olur. Hər ikisi, bu müəllim təyin olunur. Məhəmməd bəyin səsində məktəb qısa zamanda böyüyüb tanınır. Məhəmməd bəy məktəb açır, məktəbdə dərs deyir. Hər iki şəxs məktəbdə işlədikləri dövrdə dünyəvi fənlərə ayrılan dərs saatlarının miqdarını artırmağa çalışırlar. Dünyəvi fənlərə üstünlük verirlər. Baxın, şagirdləri düşünməyə yönəldirlər. Onları qaranlıq mühitdən qurtarmağa çalışırlar. Çörəyi ver çörəkçiyə, bilin də üstəlik o deməkdir ki, yəni işi bilən adama verirlər, çörəyi çörəkçiyə verir. Belə yazmalısınız. Hər ikisini. Əgər birini seçibsizsə, 0,5 alacaqsınız təbii ki. Yəni bəzən hamısı seçilir, bəzən hətta heç birini də seçməyə bilərsən. Bəzən 5 dənədən ikisi seçilir, bəzən 5 dənədən biri seçilir. Bu sizdən asılıdır. Deyir mətndə bir-biri ilə ziddiyyət yaradan abzasları müəyyən edin, seçiminizi əsaslandırın. Bu bayaq mənim dediyim abzaslar idi uşaqlar. Ziddiyyət yaradan 4-cü və 5-ci abzaslar. Çünki fikrinizdə əsaslandırın deyəndə deməlisiniz ki, bax Gəncədə xristianlar gimnaziyalar, şəhər məktəbi, klublar, teatrlar açırdı. Amma Gəncənin digər tərəfində türk məhəllələrində xurafat, mollalıq, pir ocaqları var idi və burada hətta oxumuş, oxumamış hər kəs öz istəyini ruhanilərdən diləyirdi. Hər kəs öz istəyini kimlərdən diləyirdi? Ruhanilərdən diləyirdi. Yəni 4 ilə 5, bu ikisi ziddiyyət təşkil. Dediyim kimi 4-cü abzasda xristianların mədəni inkişafından, amma türklərin bir növ geri qalmasından bəhs olunur. Soru 319. Deyir ki, Gəncə şəhərindəki məktəblərdə türk balalar yox dərəcəsində idi. Nəticədə nə olur? Deməli, gəlirəm. Bax. Bu məktəblərdə türk balalar yox dərəcəsində idi. Bu böyük şəhərdə nəticədə də mühəndis, aqronom, pedaqoq barmaqla göstəriləcək qədər az idi. Türk balalar az idi, ona görə də pedaqoq filan bunlar da az idi. Yəni, təhsil alan az olursa, savadsız əhali çox olur, savadlı əhali az olur. Yəni, insanlar oxumasa, cəmiyyətdə təhsil olmasa, nə normal həkim olar, nə normal müəllim olar, nə normal işçi olar, nə idarəçi olar. Ona görə təhsil əsas şərtdir. Deyir, Gəncə şəhərində gözəl quruluşlu məktəb və tədris təşkil olunur. Nəticədə nə olur? Deməli, məktəb gözəl quruluş və tədris sayəsində bir çox deyir, gənc müəllim, yazıçılar yetişdirir. Yaza bilərsiniz ki, məktəb gözəl quruluşa, məktəb və tədris təşkil olunur. Nəticədə bir çox gənc müəllimlər, yazıçılar yetişir, türk ədəbiyyatı yaranır, Abdullah Sur kimi sənətkarlar yetişir və s.
Yəni eynisini elə ondan sonraki cümlənin əslində köçürsüz kifayət eləyirdi. 320. Bayaqları bunu dedim. Orada mətnin məzmununa uyğun olmayan cümləni müəyyən edin. Bu cümlə dedik orada dünyəviləşmənin açılmasını verirdi. Yəni orada dünyəviləşmə yazmışdı, elə bil ki, və tirə qoymuşdu. Biz hər hansısa bir anlayışı izah eləyirsə, bu üslub olur elmi üslub. Həmin üslubun xüsusiyyəti elmilik, konkretlik, məntiqilik, dəqiqlik və şərh etmə. İndi məsələn burada termin yox idi. Heç nə, da bunları yazsınız. Elmilik konkretlik, o cümləni dedim, dünyəviləşmə ilə başlayan cümlədir. Çünki orada dünyəviləşmənin tərifini verir, deyir dünyəviləşmə dini norma və dəyərlərin yerinə rasional, ağla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Dünyəviləşməni açır sizin üçün. Ona görə elmi üslubdadır və xüsusiyyətləri də dediyim kimi elmilik, konkretlik, şərh etmə, məntiqilik və dəqiqlikdir. Var burayla bağlı sual. Kimdəsən? Olduğu zaman